İranın Xarici İşlər Naziri Abbas Ərakçinin 5-6 may 2026-cı il tarixlərində Çin Xalq Respublikasına səfəri istər İranın özündə, istərsə də beynəlxalq mediada önəmli diplomatik hadisə kimi dəyərləndirilib. Bu da bir neçə səbəblə əlaqədardır. Əvvəla bu, fevralın 28-də başlamış müharibədən sonra İranın baş diplomatının Çinə ilk səfəridir. İkincisi, səfər Donald Trumpla Xi Jinpingin gözlənilən görüşü ərəfəsində. Ondan təqribən bir həftə əvvəl baş tutub. Xatırladaq ki, Trump Çinə bu ilin mart ayının sonunda getməli idi. Lakin İrana qarşı hərbi əməliyyatlar bu səfərin təxirə salınmasına səbəb olub və Trump-Xi görüşünün 14-15 may tarixlərində gerçəkləşəcəyi nəzərdə tutulur. Üçüncüsü, Trumpdan sonra Rusiya prezidenti Vladimir Putinin də Çinə səfəri planlaşdırılır. Səfərin dəqiq tarixi bilinməsə də, onun may ayının ikinci yarısında baş tutacağı elan olunub. Dördüncüsü, Ərakçı İranla Amerika Birləşmiş Ştatları arasında atəşkəs şəraitində Pakistanın vasitəçiliyi ilə aparılan müzakirələr fonunda Pekinə yollanıb. Bundan əvvəl o Pakistana, Omana və ən önəmlisi Rusiyaya səfər edib və həmkarı Sergey Lavrovla yanaşı Rusiya prezidenti Vladimir Putinlə də görüşüb. Ərakçı ilə görüşdən az sonra isə Putin Trumpla saat yarım davam edən gərgin telefon danışığı aparıb və başlıca müzakirə mövzularından biri təbii ki İran məsələsi olub. İran Xarici İşlər Nazirinin ölkə üçün talih yüklü zaman kəsiyində Tehranın strateji müttəfiqi sayılan iki böyük dövlətin paytaxtına səfər etməsi hər halda çox ciddi dinamikanın əlaməti sayıla bilər. Beşincisi, bu səfər Amerika Birləşmiş Ştatlarının epik qəzəb əməliyyatının hərbi mərhələsinin başa çatdığını elan etdiyi və Donald Trump'ın Hörmüz boğazında gəmilərin müşayiətini nəzərdə tutan azadlıq layihəsi əməliyyatının müvəqqəti dayandırdığı bir vaxta təsadüf edib. O da qeyd olunmalıdır ki, səfər ərəfəsində İrana qarşı ABŞ və Bəhreyn tərəfindən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Küveytin iştirakı ilə hazırlanmış yeni qətnamə layihəsi BMT Təhlükəsizlik Şurasına təqdim olunub. Bu layihə İranın ticarət gəmilərinə hücumları dərhal dayandırmasını, Fars körfəzində mina yerləşdirməyə son verməsini, minaların yerini və sayını açıqlamasını, rüsum toplamağı dayandırmasını və minaların təmizlənməsi işində əməkdaşlıq etməsini tələb edir. Qətnamə layihəsində İranın addımları beynəlxalq sülh və təhlükəsizlik üçün təhdid kimi qiymətləndirilir və tələblər yerinə yetirilməzsə, sanksiyaların və ya BMT nizamnaməsinin 7-ci fəslində nəzərdə tutulan digər tədbirlərin həyata keçirilə biləcəyi vurğulanır. Sözgedən layihə Rusiya və Çinin aprel ayında veto qoyduğu əvvəlki layihənin yumşaldılmış variantıdır və artıq onun müzakirələrinə başlanılıb. İran mediası Rusiyanın bu dəfə də İrana qarşı qətnaməyə veto qoyacağını bildirib. Bütün bu diplomatik proseslər Amerika Birləşmiş Ştatlarının Çinə İranı Hörmüz boğazını yenidən açmağa razı salmaq üçün təzyiq göstərdiyi bir dövrdə baş verir. İran neftinin ən böyük alıcısı olan Çinin özü də enerji təchizatının pozulmasından narahatdır və Ərakçının səfərindən mövcud böhranı idarə etmək və Trump-Xi görüşü öncəsi koordinasiya üçün istifadə edib. Yayılan məlumatlara görə Ərakçının Çinli həmkarı Wang Yi ilə görüşü ikitərəfli münasibətlərə, regional və beynəlxalq proseslərə həsr olunub. Danışıqlar zamanı Wang Yi ümumi atəşkəsin vacibliyini vurğulamaqla yanaşı, Hörmüz boğazının açılmasının zəruriliyini də dilə gətirib. Başqa sözlə, atəşkəsin qorunması və Hörmüz boğazının yenidən açılması görüşdə prioritet təşkil edib. Bununla belə İran tərəfi görünür təbliğat mülahizələri ilə görüşü daha çox İranın dırnaqarası qalib statusunun təsdiqi kimi təqdim etməyə çalışıb. Belə ki, Ərakçı səfərin yekunu ilə bağlı özünün X səhifəsində yazıb. Stat, Pekində Çinin Xarici İşlər Naziri Wang Yi ilə konstruktiv danışıqlar apardım. Hər iki tərəf İranın milli suverenliyini və milli ləyaqətini qorumaq hüququnu bir daha təsdiqlədi. İran tərəfi regional sülh və sabitliyin qorunması ilə bağlı Çin tərəfinin irəli sürdüyü 4 maddəlik təklifi yüksək qiymətləndirir. İran tərəfi Çin tərəfinə etibar edir və Çinin sülhün təşviqi və müharibənin dayandırılması istiqamətində müsbət rolunu davam etdirəcəyini gözləyir. İran həmçinin müharibədən sonra inkişaf və təhlükəsizliyi uzlaşdıracaq yeni regional arxitekturanın yaradılmasını dəstəkləyir. Statın sonu. Görüşdən sonra İran televiziyasına verdiyi açıqlamada Ərakçı geniş diqqət çəkən bir məsələni vurğulayaraq deyib. Çinli dostlarımız hesab edirlər ki, müharibədən sonraki İran müharibədən əvvəlki İrandan fərqlənir və onun beynəlxalq statusu yüksəlib. İran öz imkanlarını və gücünü sübut edib.
Buna görə də İranla digər ölkələr arasında əməkdaşlığın yeni dövrü başlayır. İranın keçmiş İqtisadiyyat naziri Ehsan Xanduzi isə səfəri belə qiymətləndirib. Çox gec, amma çox vacib. Cənab Araqçının səfəri 2 ay ərzində Çin tərəfindən həm müharibə meydanında, həm də BMT-də göstərilən dəstəyə görə təşəkkür etmək üçün bir fürsətdir. Eyni zamanda bu səfər təhlükəsizlik və iqtisadiyyat sahələrində ciddi strateji tərəfdaşlıq proqramı, Hörmüz boğazında əməkdaşlıq və eləcə də bugünkü İranda inflyasiya gözləntilərinə qarşı ən mühüm siyasi addım hesab olunan birbaşa valyuta ödənişi sisteminin qurulması baxımından böyük əhəmiyyət daşıyır. Əlbəttə, İranın müharibədə məğlub olmaması və strateji rıçaqlarını qoruyub saxlaması Çinin xeyrinədir. Amma Pekinin regionla bağlı siyasətində yeganə hədəf deyil. Əslində Çin Hörmüz boğazı böhranında ikili strategiya izləyir. Bir tərəfdən Hörmüz boğazındakı gərginlikdən ABŞ-dən iqtisadi və ticarət güzəştləri qoparmaq üçün istifadə edir. Digər tərəfdən isə İrandan boğazda sabitliyin qorunmasına zəmanət verməsini gözləyir. Pekinin bu ikili oyunu İranın yuan mexanizmi vasitəsilə neft ixracı üçün qısa müddətdə olsa da imkan yaradıb. Sonrakı mərhələdə Çin İran üzərindəki bu iqtisadi təsirindən Amerika Birləşmiş Ştatları ilə sövdələşmədə istifadə edə bilər. Odur ki, İran rəsmilərinin nikbin açıqlamaları hədsiz optimizmin, yaxud sırf təbliğat hədəflərinin nəticəsi təsiri bağışlayır. Reallıq budur ki, münaqişə dövründə kölgədə qalan, amma İrana gizli hərbi texniki yardım göstərən, atəşkəs dövründə isə Pakistanın vasitəçilik səylərinə dəstək verən Pekin artıq kölgədən çıxır və Trumpla qarşıdakı görüşdə böyük razılaşmaya hazırlaşır. Tehrana nüvə sazişi və Hörmüz boğazının açılması istiqamətində təzyiq göstərmək müqabilində Çin, Amerika Birləşmiş Ştatlarından ticarət tariflərinin azaldılmasına, Çin-İran neft kanallarının tanınmasına və Vaşinqtonla uzunmüddətli sabit münasibət əldə edə bilər. Yəni yaranmış vəziyyət İran üçün həm fürsət ola, həm də tələyə çevrilə bilər. Çünki Çin Tehranın deyil, öz maraqlarının təmin olunmasına çalışır. Bu mənada İran ABŞ-ə qarşı durmasının gedişi baxımından həlledici məqam yetişir və İran ən pis ssenarini də göz önünə almalıdır. Bir sıra ekspertlərin də qeyd etdiyi kimi, İran hazırki müharibədə bir növ Çinin proksi qüvvəsi rolunda çıxış edir. Belə qüvvənin taleyi isə adətən öz ixtiyarında olmur.